Dağların ətəyində, təmiz havada çoban qoyunlarını hər gün otlağa aparır. Səhnə ideal görünür. Qoyun isə düşünür, çoban məni sevir. O, canavarlardan qoruyur, mənə su verir, qışın soyuğundan gizlədir. Bu qoyun üçün dünya tüməvarım qanunu ilə işləyir. Əgər ötən 100 gün yaxşı keçibsə, 101-ci gün də eyni olacaq. Amma o unudur ki, çobanın təşviqi qoyunu yaşatmaq deyil, kəsiləcək çəkiyə çatdırmaqdır. Sənin üçün ideal olan otlaq əslində kəsiləcəyin günə qədər olan ən rahat zindandır. 2026-cı ilin Bakısında bu mənzərə heç də dəyişməyib. Sadəcə oyunçuların forması dəyişib. Qardaş deyib pulunu hara yatıracağını öyrədən o mütəxəssislər əslində müasir çobanlardır. Onlar sənin qazanmağına yox, sənə satdığı məhsuldan alacağı o kiçik faizə fokuslanıblar. Çünki insanlar həqiqətə deyil, öz mənfəətlərinə xidmət edən stimullara cavab verirlər. Sən isə kütləyə baxırsan. Hamı bunu edirsə, deməli bir bildikləri var, deyirsən. Serengeti düzlənində hamı qaçanda sən də qaçmalıydın, çünki aslan var idi. Amma Bakının mərkəzində aslan yoxdur. Sadəcə sənin pulunu və zamanını ovlayan sürü instinkti var. Digər tələ isə sahiblik xətasıdır. Əlində olan hər şeyi olduğundan daha dəyərli sanırsan. Köhnə işindən, zərərli münasibətlərindən, batmış yatırımlarından qopa bilmirsən. Çünki artıq onlara çox enerji xərcləmisən. Bu isə batıq maliyyət bataqlığıdır. Zərərin harasından dönsən xeyirdir. Amma sən o nöqtəni keçmisən. Meyvə verən ağacı daşlayırlar, deyib özünə təsəlli verirsən. Amma bəlkə də həqiqətən meyvən acıdır, bəlkə də sən sadəcə özünə xidmət önyarğısı ilə yaşayırsan, uğuru özündən, uğursuzluğu isə bazardan, hökumətdən və ya bəxtdən görürsən. Ayılmaq ağrılıdır. Çünki çoban bıçağı itiliyəndə, qoyun hələ də onun gətirdiyi otu çeynəyir. 2026-cı ildə aldanmamağın yeganə yolu, sürünün haraya getdiyinə deyil, qəssabın harada dayandığına baxmaqdır. Hər parıltı qızıl deyil və hər yaxşı keçən keçmiş, təhlükəsiz bir gələcək vədi deyil. Bugün özündən soruş, mən otlayan qoyunam, yoxsa bıçağı görən insan? Seçim sənindir. Daha çox video üçün kanala abunə olun.